Salam kanalımızın dəyərli izləyiciləri, bu günləri sizlərə qanuni mansard dam necə yığılmalıdır onu göstərəcəm. Baxın dəyərli izləyicilərimiz, bu damda 3 cür izolyasiyadan istifadə olunur. Para izolyasiya, termo izolyasiya, hidroizolyasiya. Para izolyasiya nədir? Ola bilər küləyə görə səsi biraz zəif gəlsin, üzrlü hesab edin. Para izolyasiya evin içindəki nəmin, rütubətin, yəni deyəcək evin içində nə gəzir? Ünvanik açırsan, nəm olur, quruyur, onun parı qalxır yuxarı. Hamamdır, qazandır, çaynikdir. Bunlar qaynadıqca bu rütubət qalxır havaya və istiliklə bir yerdə qalxır dama. Dama deyəcəklər necə keçir, patolog var. Keçir, keçməyinə yaxşı da keçir. Soyuq havalarda bu hidroizolyasiya, paraizolasiya o tərin qarşısını almaq üçün. Bu gördüyünüz paraizolasiya. Bu gördüyünüz isə daş yunu deyilir buna. Bunun iki cürəsi var. Biri fasad üçün, biri dam üçün. Bu gördüyünüz dam üçündür. Bu bizim termoizolyasiyamız. Termoizolyasiya nə rolunu oynayır? Qoy onu da mən sizlərə deyim. Tam izahlı şəkildə. Termoizolyasiya qışda soyuğun evin daxilinə keçib, içəridəki o parla toqquşub patologları qaraltmağın qarşısını alır. Bunu istifadə eləməsəz, yayda kondisioneri məsəl üçün qoymalısınız 50-yə, əstəğfurullah, 25'e qoyacaqsınız, 18'e kondisionerimiz dayanmadan işləyəcək. Qışda məsəl üçün kombini qoymalısınız 50'yə, kombini qoyacaqsınız 70'e, kombi istirahətsiz işləyəcək və bu da sizin mütəmadi olaraq cibinizə ziyan vurur və kombinizi, kondisionerinizi sıradan çıxardır. Deməli, dəyərli izləyicilər, bunu vurduq. Bunu biz burada keyfiyyətini itirməmək üçün nə etməliyik? Hidroizolyasiyadan istifadə etməliyik. Hidroizolyasiya nədir? Hidroizolyasiya bu gördüyümüz yaşıl izolyasiya qatıdır. Bunun üst tərəfindəki bu nöqtələri görürsünüzsə, buradakı məsamələr buradan içəriyə suyun keçməsinin qabağını alır. Amma buradan əks tərəfindən isə havanın açıq gözləri var bunun, açıq məsamələr var. Havanı ötürür çölə. Daş yunu sirkulyasiya edir, burada fəaliyyətini dayandırmır. Vesi fəaliyyətdə olur, amma su buna dəymir. İndi deyəcəklər ki, su buna dəysə nə olur? Götürək, məsələn, qışda özümüz. Yorğanımız yaş olsun, üstümüzə çəksək o yorğanı, necə olacaq? Üşüyəcək. Amma yorğan quru olanda necə olur? Pis olur. Bu da həmin fəaliyyəti göstərir. Yaş olduqda bütün dayandırır fəaliyyətini və başlayır çürüyüb qaralmağa. Quru olduqda isə evin yorğanı örtüyü olur. Bu şəkildə gördüyünüz kimi daş yunun üzərindən də hidroizolyasiya vurulur. Hidroizolyasiya vurularkən də bunun qaydalarını bunlara riayət etmək lazım. Metal çirpiç vurulsa bu damın üstünə, hidroizolyasiyanın üzərindən 5 santidə kontur abrişotka işləmək lazım. Səbəb nədir? Səbəb buradakı hava boşluğunun sirkulyasiyasını dayandırmamaq üçündür ki, yəni burada sirkulyasiya olsun və təri qurur. Biz bu günlər bura kirəmit vuracaq və aşağıdan da bizim evimiz afraim olduğuna görə bizə o şəraiti yaratmış, biz burada o boşluğu yaradaq. Həm də ki, saxsı metal çirpiça kimi tərləmir. Və saxsının altında da boşluqlar, hər saxsının öz parçasında boşluqlar olur. Və orada sirkulyasiya gedir, dayanmır. Kirəmitin özü də termoizolyasiya rolunu oynayır. Bu şəkildə bunu vurduqdan sonra ayağına skoçumuzu vururuq. Skoçu da sonra soyub təzdən yapışdırırıq üzərinə. Dəyərli izləyicilərimiz, bizim gördüyümüz işlərlə bağlı nə iradlarımız varsa, nə suallarımız varsa, nəyə soruşub, nəyə maraqlanmaq istəyirsinizsə, bizim rəylər bölməsinə yazıb, oradan cavab ala bilərsiniz. Qaldı ki, bizi daimi izləmək istəyirsinizsə, kanalımıza abunə olun, videolarımıza bəyənməyi unutmayın. Sağ olun, salamat qalın, gələn videolarımızda görüşənədək.